Ağdaşda piyadaların ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə Əmirarx kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan Mercedes markalı minik maşını yolu keçən iki qadını vurub. Hər iki piyada aldıqları xəsarətlərdən ölüblər. Məlumata görə onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır. Qeyd edək ki, qadınlar bacı olublar. Baş vermiş faktla bağlı araşdırma aparılır. Göyçay rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. Qafqaz Info bildirir ki, rayon sakini Ağakərim Ağayev idarə etdiyi VAZ 2107 markalı avtomobillə Göyçay şəhərin Atavan küçəsində yolun sağ hissəsində uzanıqlı vəziyyətdə olan kişini vurub. Ağır xəsarətlər alan kişi hadisə yerində ölüb. İlkin araşdırmalarla vəfat edən şəxsin 41 yaşlı Talih Əlağaoğlu Əliyev olması müəyyənləşib. Baş vermiş faktla bağlı araşdırma davam etdirilir. Növbəti ölüm hadisəsi Tovuzda baş verib. Belə ki, piyada həyatını itirib. Hadisə rayonun Mərdan Musayev küçəsində qeydə alınıb. Qəza zamanı 85 yaşlı piyada Qiyas Musayev hadisə yerindəcə dünyasını dəyişib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma tədbirləri davam etdirilir.